deyərəm. Başlayaq, terrorizm mətni yoxlayaq. Uşaqlar, siz hamısını yazmışsınız mətndən əlavə. Digərləri. Eşidirsiniz məni? Uşaqlar, səsim Müəllim, mən də elə bildim o axırıncı yazmaq lazım deyil. Mən də yazmamışam. Mətni yazmışam, o axırdakıları elə bildim yazmırıq. yaxşı. Mətnikləri yazmışam, o sözləri, amma o birini yox. Mən indi Bəli, burada mən də mətnin altında yazmamışam. task 1, task 2-nu işlətmişəm, düzdür? Ondan sonra da biz bununla bağlı belə şeydir, əvvəl də belə testlərimiz olub, leksik testlər. Kimlər yazıb, kim yazıb yaxşı belə deyim, əlavə bu 7 dənə testi? Mən vokablərini yazmışam, task 1, task 2 yazmışam, amma o biriləri yox. Yox, kim yazıb deyirəm 7 dənə əlavəni? Yazan varmı? Yoxdur. Mənim Bəli. tərəfim yoxdur. Mahir, sən yazmısan? Xeyr, müəllim. Deyirəm yoxlayaq. 1.1b, 1.2a, 1.3a, 1.4b, 2y, 3d, 4c, 5, 1, 3, 4. Aha. Birinci buradakı sözlər condemn nə deməkdir? Bunlar keçən dərs soruşmuşdum özə, hə? Deyəsən. Necə? Qınamaq. Qınamaq pisləmək. Mən bugünkü dərsə atdığım sözləri, sözlər gələn dəfəki, indi məsələn bugün mətn atacağım növbəti dərs üçün o mətnin sözləridir. Elə bir dərs əvvəl şey deyirəm. Bir saniyə. Bir saniyə. Uşaqlar, xahiş bircə saniyə mən gəldim, gözləyin. Hə, davam edin. Condemn dedik, qınamaq, pisləmək. Commit nədir? Törətmək. Törətmək. Öyrətmək. Öyrətmək. Atrocity. Atrocity. Necə? Atrocity. Vəhşiliyi, amansızlıq. Vəhşilik. Bəli, amansızlıq. Amansızlıq. Sinonimi? Barbarizm, brutality. Düzdür, barbarizm, Barbarizm. brutality. Brutality. Aha. Threat sözünü əvvəlki mətnlərdə keçmişdim öncə. Threat. Nə deməkdir threat? Street. Menace, threat, danger. Təhlükəli. Təhlükəli. Təhlükə. Təhlükə. Aha. Təhdid və təhlükə deməkdir. Zen. Burada keçdiyimiz sözlərdən condemn dedik. Anxious. Bu narahat Aqibətli. Narahat concern. etmək. Təlaşlı. Narahat, təlaşlı. Sinonimi? Concern var, worry var. Worried var. Worried, concern. Worried. Yes. Aftermath. Bu Xoşa gəlməz bir hadisə nəticəsi. Xoşa gəlməz. Aqibət. aqibət bəli. Nəticə. Aha. Then publicity. Publisik reklam kimi, təbliğat kimi. Bəli, reklam, təbliğat. Okay, true. Yaxşı qapın. Advertisementlə o da reklamdır da. Onunla sinonimdir.
Promotion'dur da. Promotion. Söz olarak sinonimdir, amma işlənmə yerləri şeydir də belə. Hə. Yerliklər var. Amma hə, reklam deməkdir onlar da. Advertisement da, promotion da. Vulnerable. Dəyər, yox. Dəyərli. Yo, Dəyərli. invulnerable şeydir. Həssas, sensible-la. Vulnerable həssasdır. That can be broken. Qırıla biləndir. Sinonimi nə idi vulnerable-ın? Sensible. Sensible. No. Sensible yox. Sensitive. Sensitive, yes. Vulnerable. Vulnerable, sensitive. Bir dənə Sensitive. Hə, sensitive. Hə. Vulnerable idi, səhv etmirəmsə. fragile. Fragile. Fragile, yes. Fragile. Amma invulnerable nə deməkdir onda? O da ki, Şeydir, dayanıqlıdır, toxunulmazdır, dayanıqlı. Dayanıqlı. durable, Durable. stable, sinonimi. Stable, yes. Durable, stable. Okay. And injustice. Var idi məncə. yoxdur. Ədalətsizlik. Ədalətsizlik, bəli. Ədalətsizlik. Casualty. Mən o bilmədim. Casualty Zərər çəkmiş şəxs Zərər yəni çəkmiş fəlakət. insan, həm şəxs. də Bir də fəlakət mənasında. bir də Fəlakət də var. Amma bu şey deyil də. Bu disaster deyil də. Natural disaster deyil. Earthquake deyil. This is başımıza gələn pis hadisə. Bad accidents that happen to us. Başımıza gələn pis bir hadisədir o fəlakət. And inflict. Onu bilmirəm mən də. Nədir mənim? Zərbə endirmək. Şeydə nifrətdir. Yox. İtki vermək. Həm zərbə endirmək, həm də itki vermək mənası var. Belə. Eradicate. Remove. Evet, Remove. Çıxarmaq, eradicate çıxarmaq deməkdir. Çıxartma, aradan qaldırmaq, məhv etmək, bu şəkildə. İndi kimin sualı var mətndə? 1.2. 1.1. The United 1.1 bəli. States waste plenty of time and money on defense. Bəli, bu cümlə tam olduğu kimi var. Siz orada sadəcə spend and waste-i fərqləndirməmisiniz. O cümlədə the United States spends a great deal of time and money on defense. Burada dəyişdirib spendi, orada waste-dən əvəz edib. A great deal of da plenty of-la. A great deal of-la plenty of sinonimdir. Bəli, çoxlu deməkdir. Burada problem yoxdur. Spend amma, spendin mənası nədir? Vaxt keçir, spend xərcləməyə Vaxt keçir. keçirmək, Boş vaxt keçirmək. boşa vaxt xərcləmək. Bir də, bəli. Spend xərcləməkdir, sərf etməkdir, amma waste boşa sərf etməkdir, israf etmək deməkdir. Burada deyir çox vaxtlarını sərf edirlər. Amma orada deyir israf edirlər, yəni boşa israf edirlər. Ona görə səhvdir. 1.2 müəllim. 1.2. To remove terrorism is clearly one of the most essential issues. Baxın, the need to eradicate terrorism is surely one of the most important of these. İşu da burada xatırladılar. Sadəcə eradicate Orada müəllim, Remove Müasir essential var deyil. deyə. Müasirdir ya, ona görə götürmədim. Hə, mən də ona görə götürmədim. eradicate, remove-la əvəz edilib. Important da essential-la. Important da essential da ikisi də nə deməkdir? Vacib önəmli. Eradicate, Hə, remove da ikisi də Bu deyil deyə issuesun qabağında ona görə. this deyəndə burada issues nədədir tutub da bəlkə cümlədəki issue. World leaders başa now düşdüm. realize the global nature of many modern issues. Dünya liderləri indi deyir bir çox müasir problemlərin əsl məğzini yəni anlayırlar və bu terrorizmi aradan qaldırmaq ehtiyacı ən vacib olanlar bu problemlərdən yəni ən vacib olanlarından biridir. Müəllim, amma bu mətn çətin mətn idi. Hətta işləmək lazımdır hər türlüsünü. 4-cüyə baxaq. 4-cü suala. 2-də, 3-də, 1.3, 1.2. Yox, 2-də var məndə. 3-də var müəllim. Tamam. When the terrorists inflict casualties on enemies, bu cümlə olduğu kimi hardadır? Üçüncü paragraf. Ən aşağıda. Bir dəqiqə mən neçənci sual? Aşağıda. İkinci sualıydı. Hə, bax, if they inflict casualties on the enemy. Burada cümlənin sonudur. Deməli, sən cümlənin əvvəlinə baxırsan. Əvvəlində nə deyir? We are prepared to commit suicide if they inflict casualties on the enemy. Əgər düşmənə zərbə endirsələr, onlar özlərinə qəsd etməyə belə hazırdılar. They are prepared to commit suicide. Burada nə idi? Prepare nə deməkdir? Hazırlanmaq. Hazır olmaq. Hazırlaşmaq, hazır olmaq. Ready nədir?
Hazır. Bu da hazır. 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 Suicide, suiqəst, düzdür? Özünə suiqəst. Burada Hə. kill themselves, özlərini öldürmək. Öldürmək. Öldürmək, hə. Withdraw neydi uşaqlar? Əvvəlki lüğətlərimizdə var idi. Çəkib çıxartmaq da belə Hə, məsələ. çıxıb çıxır. Bəli. Həm bankomatdan yadınızda da ilk dərsimiz idi. Pul çəkmək kimi gedir. Həm də Çıxartma, hə yadıma. uzaqlaşmaq mənası da var. Sonra Dördüncü sual. Üçüncü sualım ümid var demişdik. Kondem nə oldu dedik? Qınamaq. Qınamaq, itham Qınamaq. etmək. Amma adı understand deyir. Understand nədir? Başa düşmək. Başa düşmək, qəbul. Başa düşmək. Aware of nə deməkdir? To become aware of. Xəbərdar olmaq. Xəbərdar olmaq. Aha. To be unable to find something. Bir şeyi tapa bilmək. Hər kəs demək. Hə. Burada isə to do something that you have said. Dediğin bir şey etmək. Bu da fərqli bir şeydir. Destroy nədir? Məhv etmək. Dağıtmaq. Bəli. məhv. Dağıtmaq. Bu eradicate. Dağıtmaq nəyisə. Eradicate sözünün sinonimik. Dağılma. Dağılma. Eradicate sözünün definitionıdır. Get rid of something. Nədənsə tamamilə qurtulmaq, pis nədənsə. Eradicate'dir bu. Kondemi kimisə qınayanda, pisləyəndə danışırsan da onun haqqında. To say very strongly that you think something is bad. Nəyinsə pis olduğunu düşündüyün bir şeyi sərt şəkildə demək. Xüsusilə də əxlaqi səbəblərdə. Yəni burada insan qınayırsan, pisləyirsən, sərt şəkildə deyirsən. 4 dediniz. Bəli. Bəli. Why were Americans shocked by the attack? Niye Amerikalılar bu hücuma şok oldular? Why were Americans shocked? Deməli bu hardadır? Bu hissədə elə. Şok sözünü harda görürük? Baxın görürsünüz. Many Americans were completely shocked. Tamamilə şok oldular. Çünki burada nə deyir? Americans had considered their powerful country to be invulnerable. Güclü dövlətlərini invulnerable nə oldu dedik? Həssas. Həssas. Əsas. Əksinə dayanıqlı, vulnerable, həssas. Dayanıqlı da toxunulmaz. Hə, dayanıqlı. Yəni, toxunulmaz olduqlarını consider. Consider nədir? Başa düş, yox. Düşünürdülər. Düşünmək. Bilmək. Consider-də burada sought-la əvəz edib. Sought da thinking keçmişidir, düşünməkdir. Çünki onlar düşünürdülər, özlərini... Orada security sözündən tutmaq olur orada. Secure, toxunulmaz olduğunu. Secure nədir? Təhlükəsiz. Invulnerable da toxunulmaz. Eyni anlama gəlir. Aydındır? Bəli. Sonra 5-də var Bir də suallar. 5-ci sual. 5-də 3-ü götürməmişdik. 5-də müəllim, mən 5-i də götürmüşdüm. 1 üst 5. Yaxşı. 2-dən, yox, 3-lə 4-ü götürməmişəm heç birini. Onlar cavablarını. What different things motivate several terrorists? Motivate nə deməkdir? Motivasiya. Motivasiya. Ruhlandırmaq, motivasiya vermək. Ruhlandırmaq. Həvəsləndirmək. Terroristləri nə motivasiya edir? Deməli, bir dəqiqə. There are many different groups, each motivated. Terrorists, each motivated by different things. Müxtəlif şeylərlə motivasiya edilir. This may be a sense of political injustice, siyasi ədalətsizlik, sense hissi ola bilər. Religious ambition, dini ambisiya. Dini bilsə. Hate of the people whom they attack, hücum etdikləri adamlara qarşı nifrət ola bilər. Deməli, hansı şeylər motivasiya edir? Bunlar. 5.4-ün cavabı isə which reason leads to many people deaths? Lead to nədir uşaqlar? Gətirib Rəhbərlik çıxarmaq. etmək. Rəhbərlik etmək, idarə etmək. İdarə eləmək. Lead rəhbərlik etməkdir. Lead to aparıb çıxartmaq, səbəb olmaqdır. Lead tək halda rəhbərlik etməkdir. Lead to səbəb olmaq. Hansı səbəb insanların ölümünə səbəb olur? Deməli, burada belə biraz ümumi verib, burada amma daha xüsusi verib. In terrorist attacks on civilian targets, some kinds of advance warning are given. But it didn't happen in New York. Deməli, burada advance nə məna verir? In advance sözü. Nə deməkdir uşaqlar? Məsləhət, yox. Yəni yaxşı biləndə bir şey. Yox, deyəm. O advanced, sonra D ilə bitən də advanced level. Qabaqcıl təkmilləşmişdir. Advance öncədən, qabaqcadan. Qabaqcadan. Warning isə nədir warning? Xəbərdar olmaq. Xəbərdar. Xəbərdar olmaq.
Target isə target. Qadağan olunmuş. Qadağan, Qadağan. qadağan olunmuş. Qadağan Target olunmuş. Ne hədəf. deyirsiniz siz? Siz ne deyirsiniz qadağan? Target hədəfdir. Həqiqətən. Yo, bir dəqiqə uşaqlar, siz mənim şu beynim qarışdı. Siz nəyə qadağan olunmuş deyirsiniz ki? Hansı sözə? Warning, bəli. Warning qadağan etmək deyil axı, o bəndir. Prohibit, forbid, bəndir qadağan etmək. Warning xəbərdarlıqdır. Warn, aware of. Xəbərdarlıq deməkdir warning. Bəs innocent nədir uşaqlar? Günahkar. Günahsız. Günahkar. Innocent günahsızdır. Günahsız deməkdir. Guilty Hə, günah. innocent, hə. Ha, deməli, in Günahkar. terrorist attacks on civilian targets, sivil vətəndaşlara terrorist hücumları zamanı some kinds of advance warning are given. Bəzi qabaqcadan, yəni xəbərdarlıq növləri edilir. It didn't happen in New York. Bu New Yorkda baş vermədi. So thousands of innocent lives were lost. Ona görə də minlərlə günahsız həyatlar itirildi. Deməli, nə səbəb oldu bu insanların ölümünə? Advance warning isn't given. Qabaqcadan xəbərdarlıq verilmədi. Aydındır? 5-i də əlavə götürmüşdünüz ki, Bəli. what the exact number of the terrorist groups. Terrorist qrupların dəqiq sayına qədərdir. Hardadır o dəqiq say mətndə? Terrorist qrupları deyir gözdə. Təsdiqlərə baxaq. Təsdiqlərdə yoxdur, qabaqda sizdə, mən belə deyim, yoxlayın, sonra da tərcümələrini bir də gedək. Stan nə deməkdir? Ya da belə gedək. Stan nədir uşaqlar? Stan. Bunu Məəttəl qalmış. Məəttəl qalmış, şoka uğramış. heyrətlənmiş. Heyrətlənmiş, bəli. Yəni də şoka uğramış, məəttəl qalmış. Nə getdi? Shocked. Publicity nə deməkdir? Cəmaət. Şeydir, reklam, Aşkar. təbliğat. Aşkar. Reklam, Reklam. Yox. reklamdır. Nə getdi? F. Attention. Attention nədir? Diqqət. Diqqət. Reklam diqqət istəyir də. Impact. Impact. Təsir. Təsir. Təsir etmək. Təsir etmək. Influence. Təsir. Təsir. Impact, influence, effect. Hamısı təsirdir. Claim. İddia etmək. İddia etmək. İddia etmək. Aha. İddia etmək. Definition A. Sinonimi A. To state. State fiil kimi bildirmək də, yəni bildirir ki, qeyd ki, ola bilər. Outrage. Outrage. Qəzəb. Qəzəb. Qəzadır da yəqin. Qəzəb, bəli. Həddən artıq qəzəb. Qəzəb də hirs. Qəzəb. Anger. G olacaq. Injustice nə deməkdir? Ədalətsiz. Lik. O da gedir. Ədalətsizlik. Unfair də ədalətsizdir. O da oldu unfair, bəli, unfair. Afiyet etmək. Fair, ədalətli. Ədalətsiz. Unfair, ədalətsiz. Treatment nədir bəs? Bu davranış deməkdir, treatment. Davranış, bəli, ədalətsiz davranış. Realize nədir? Anlamaq, başa düşmək. Oldu be, understand. Oldu be, understand, düzdür. Eradicate sözünə nə dedik? Eradicate, Kökünü Parmaq. kəsməkdə. Kökünü kəsmək. kökünü kəsmək, Vəhşi. aradan qaldırmaq. Və burada da nə olacaq? I variantı, remove. Remove, eradicate and get rid of sinonimdir. İndi opposite meaning, əkslərini tapırıq. Gain nədir uşaqlar? Qazanmaq. Qazanc. Qazanc gəlir. Qazanmaq, loss da uduz. Lose, İtirmək. İtirmək kimi. maksimum, E variantı, minimum. Maksimum minimum. Admit nədir? Etiraf etmək. Admit nə o? Etiraf. Qəbul etmək. Etiraf etmək. Bəli, Bəli. admit sözünün iki mənası. Etiraf edirəm, qəbul edirəm, boynuna almaq kimi qəbul etmək. Bəli, bunun əksi deny. Evet. Deny nə deməkdir? İnkar etmək. İnkar etmək. İnkar Evet. etmək. İnkar etmək. Okay, powerful, Güc, Güc, qüvvət. Güclü. güclü, çox zəif. güclü, Weak. aha, Weak də zəif. Weak də zəif olardı. attack, Hücum Hücum. Hücum, hücumdur o. Hücum. and Dostluq etmək. defend, müdafiə etmək. Müdafiə etmək, hə. Appear, Yox olmaq. Yox olmaq. olmaq, Yox olmaq, Appear. Yox olmaq. Görünmək. olmamaq, görünmək kimi. Yəqin. gözə Görünən.
Bəli. Hatred, Nifrət. Nifrət. Sevməmək, yəni nifrətləmək. Nifrət etmək. bəli, Nifrət hatred. etmək. Düşmən. Nifrət, love, sevgi. Enemy, Sevmək. düşmən, Düşmən. dost. Düşmən. Dostluq, friend. Dostluq, İndi friend. siz zəhmət olmasa bunun ardını evdə yazırsınız. İndi listening edək. Evdə ardını yazın. Master listening. Yaxşı. mən- Deməli, bugün öyrənmisiniz də o sözlər əsasında da sonluğundakı dinləmələrlə bağlıdır. Sleep. Bəli. İndi ekrana verirəm, oxuyun. Amma prosta sakit yerdə olun biraz. Səsi biraz zəif çıxır. Все. Oxuyun, səsləndirirəm. Səsləndirirəm uşaqlar. Haydi açılır gözüm. So, Sarah, let's talk about Eşitdiniz səsi? Bəli. Afsə, başlatdım. sleep. How many hours of sleep do you usually get every night? Usually at least 8. Depends on how late I stay up, but usually about 8 hours I try to get every night. And you're pretty consistent. Like even on the weekends, you get 8 hours. Yes, even on the weekends. Sleep is very important for me to feel normal and energetic. Now, do you need an alarm clock to wake you up, or do you just wake up naturally every day? I definitely have to have an alarm clock. Even though I wake up very easily, I don't wake up at a routine time
easily. So I usually set 2 alarms, and that'll usually get me up. Oh, wow. I actually have this kind of weird mental ability. I thought that everybody can do this, but I found out it's not the case. But I can wake up exactly at the minute I want, anytime. So like if I have to get up at 5:43, before I go to bed, I can say, okay, get up at 5:43, and I'll wake up at 5:43 exactly. I don't That's know how, amazing. yeah, I don't know how, I guess your brain just can keep time. When I tell people this, sometimes they think, oh, come on, that's not true. But really, like ever since I was a kid, I could just tell myself what time I want to wake up, and I'll wake up exactly at that time. That's really quite amazing. I wish it was that way for me, but it's not. Yeah, well, it's weird because like I don't use alarm clocks, and I can't, like an alarm clock. The idea actually, I can't have a deep sleep if I know that it's going to ring and wake me up, like it's going to jolt. To me, an alarm clock is like somebody throwing cold water on you, you know? So I don't use alarm clocks at all. Yeah, I'm always paranoid about being late, so that's why I set 2, just in case like one doesn't go off. But I can sleep any time of the day. Like it really doesn't matter what type of day. It's very easy for me to fall asleep for as long as whenever. So that's why I have to have an alarm clock, because I could sleep 12 or 14 hours and not wake up. Wow, that's like you do like sleep. Yeah. So do you take naps? No, because then I feel really like groggy and really like irritable if I take naps for only, because I just want to sleep longer than that amount of time. So I don't take naps. Like, can you sleep with the light on? Yes. Really? Yes. Yeah, I can't. Uşaqlar səsləndirirəm yenə. So Sarah, let's talk about sleep. How many hours of sleep do you usually get every night? Usually at least 8. Depends on how late I stay up, but usually about 8 hours I try to get every night. And you're pretty consistent. Like even on the weekends, you get 8 hours. Yes, even on the weekends. Sleep is very important for me to feel normal and energetic. Now, do you need an alarm clock to wake you up, or do you just wake up naturally every day? I definitely have to have an alarm clock. Even though I wake up very easily, I don't wake up at a routine time easily. So I usually set 2 alarms, and that'll usually get me up. Oh, wow. I actually have this kind of weird mental ability. I thought that everybody can do this, but I found out it's not the case. But I can wake up exactly at the minute I want, anytime. So like if I have to get up at 5:43, before I go to bed, I can say, okay, get up at 5:43, and I'll wake up at 5:43 exactly. I don't That's know. amazing. Yeah, I don't know how. I guess your brain just can keep time. When I tell people this, sometimes they think, oh, come on, that's not true. But really, like ever since I was a kid, I could just tell myself what time I want to wake up, and I'll wake up exactly at that time.
That's really quite amazing. I wish it was that way for me, but it's not. Yeah, well, it's weird because like I don't use alarm clocks, and I can't like an alarm clock. The idea actually, I can't have a deep sleep if I know that it's going to ring and wake me up, like it's going to jolt. To me, an alarm clock is like somebody throwing cold water on you, you know? So I don't use alarm clocks at all. Yeah, I'm always paranoid about being late, so that's why I set two, just in case like one doesn't go off. But I can sleep any time of the day. Like it really doesn't matter what type of day. It's very easy for me to fall asleep for as long as whenever. So that's why I have to have an alarm clock, because I could sleep 12 or 14 hours and not wake up. Wow, that's like you do like sleep. Yeah. So do you take naps? No, because then I feel really like groggy and really like irritable if I take naps for only, because I just want to sleep longer than that amount of time. So I don't take naps. Like, can you sleep with the light on? Yes. Really? Yes. Yeah, I can't. Uşaqlar bitirdiniz? Bəli, yoxlayaq. Bəli, mən. Özüm gözlədim ki, həmişə deyirsiniz bir dəqiqə gözləyim. Deməli, mən düzgün cavabları ekrana vereyim. Mhm. Deməli, 1S, 2D, 3D, 4S, 5D. Kimin səhvi var? Məndə. Məndə də var. Mən 3 səhv çıxdı. 3 ilə 4, 3-ə baxardıq. 3-ə Tamam. baxardıq. Deməli, why doesn't the man set an alarm? Ay, yox, 3 dedizim. 3 İkiyə dedim. baxanda mənim birinci. 2, tamam. 2 çox asandı idi axı. Bax, orada da mən şey eləməyəcəm. Yəni ekrana versəm ora-bura getmək. Orada Sara deyir ki, I feel like paranoid about being late, about being late. Özüm prosta oxuyum o hissəsini tam olduğu kimi necə deyir. I'm always paranoid about being late. About being late. Əslində o çox Heç danışıqlar tuta bilməmişəm yəqin onu. Sonra 3-də dediniz. 3-də bax, the man has a mental ability. Bəli. Orada and the man Ana always iş sleep with the light off. Yalnızca işıq sönülü yata bilər. Light off. Tamam. İndi mən nə edəcəm? Bax. Deməli, mental ability olduğunu deyir də başda oğlan. Getsin də. Aha. Bax, bura baxın.
I have bu birisi hissədir. Bak burada görürsünüz. I actually have this kind of weird mental ability. Məndə belə bir mental... Weird nə idi orada uşaqlar? Weird. Bugünkü sözümüz idi. Weird. Qəribə. Ay sağ ol. Qəribə bir mental bacarığım var. Mən yəni deyir, istədiyim öz-özümə deyirəm ki, 5:43-də durmalıyam. O vaxtda dururam. Yəni alarmsız. Bu cümləni deyir. Bir də ki, axırda dedi, Todd can sleep with the light off. İşiyə only the light off. İşıq sönük yata bilir. Bəli, axırda elə Todd'un özü qızdan soruşur ki, can you sleep with the light on? İşıq sönük on, yanılı yata bilirsən. Sara deyir, yes, amma Todd deyir, I can't, yata bilmirəm. Deməli, onda 4 də doğrudur. Aydındır? Bəli. Only sleep with the light off. İşıq sönük yatır. Bəli. Sonra sual olan Bir də Dördə dördüncü baxaq. sual. 4-ə baxaq. 4'də. Deməli 4'də. Burada nə yazmışdınız? Mən B yazmışam. Mən də bu yazmışdım. B'də Sarah likes to take naps. No, Sarah yox. Todd likes to take naps. Sarah əksinə deyir ki, I feel irritable and groggy when if I take a nap. Mən deyir özüm əslində groggy. Groggy nə idi? Gicəllənən hiss edirəm deyir mürgüləyəndə. Onu Todd xoşlayırdı. Burada isə 12-14 saat Todd yox, Sarah yata bilirdi. Yəni yerlərini fərqli deyil. Dedi hardly inkarlı gələdir, düzdürmü? Sleep with a light. Bəli. Sarah axı dedi axı. Bəli. Soruşanda bəlkə göstərdim axı deyir, can you sleep with the light on? İşıq yanılı yata bilərsən? Sarah deyir, yes, yata bilirəm. Amma burada hardly yata bilmir deyir, inkarda deyir. Yerdə də not wake up with a helping of alarm. Əksinə Sarah alarmın köməyi ilə yuxudan oyanırdı. C'də doğrudur. Can wake up exactly. Elə ən başda onu deyir də. At the minute he wants. Tam elə dediyi vaxtda da durur. Öz-özünə dediyi vaxt. Orada belə bir cümlə işləyir. I can wake up exactly at the minute I want anytime. İstənilən vaxt, istədiyim dəqiqədə oyana bilirəm. Sonra 5-ə də baxaq da. Mən C yazmışam ona. 5'də də how does the woman awake herself? Özünü necə oyadır? With the help of alarm clock. Alarmın köməyi ilə. Amma at what time does the man wake up? Saat neçədə durur bu adam? Orada saat deyir, amma 5:43-ü eşidirsiniz. Onu misal kimi gətirir ki, if I have to get up at 5:43, əgər mən 5:43-də oyanmaq istəyirəmsə, yatmaq, I can say, mən öz-özümə yatmağa getməzdən əvvəl deyirəm, okay, get up at 5:43, yaxşı deyir, bu vaxtı qalx, and I wake up at 43, və o vaxtda da dururam deyir. Yəni demir, amma imanla bu vaxtda oyanır. Aydındır? Bəli, bəli. Saniyələr qalıb bitməsin uşaqlar.